Hörmətli vətəndaşlar, 2001-ci ildə Azərbaycan Avropa Şurasının üzvü olanda biz ümid bəsləyirdik ki, Avropa Şurası Azərbaycanı öz qaydalarına uyğunlaşacaq. Ancaq bunun əksi baş verdi. Azərbaycan Avropa Şurasının öz qaydalarına uyğunlaşdırdı. Baxın, çürü diplomatiyası, ayrı-ayrı Avropa Parlamentinin üzvlərinin Azərbaycanla bağlı natəmiz əməlləri barədə əlimizdə çox saylı faktlar vardır. Və bu məsələlər ən yüksək səviyyədə müzakirə ediləcək. Azərbaycana münasibətdə bu saxtakar rejimin girovuna çevrilmiş Avropa Parlamentinin və Avropa Şurasının müşahidə missiyasının üzvləri sizə söz verirəm ki, öz ölkələrində ifşa olunacaqlar. Onlar öz ölkəsinin ictimaiyyəti qarşısında cavab verəcəklər.